dilini illərlə öyrənməyinizə baxmayaraq, hələ də insanların danışığını anlamaqda çətinlik çəkirsiniz. Bunun səbəblərindən biri odur ki, biz çox vaxt kitab dilini öyrənirik. Amma gündəlik danışıqda insanlar daha fərqli söz və ifadələrdən istifadə edirlər. Bu videoda sizə ingilis dilində ən çox işlənən gündəlik ifadələrdən bəzilərini göstərəcəm. Hazırsınızsa, vaxt itirmədən başlayaq. Birinci ifadəmiz. Demək olar ki, hamının mənasını bilməsə də istifadə etdiyi WhatsApp ifadəsidir. Bu ifadə Azərbaycan dilinə nə var, nə yox, necəsən, neyinirsən kimi tərcümə oluna bilər. Məsələn, what's up? Not much. What's up? What's up? What's up? İkinci ifadəmiz no worries. Bu ifadə narahat olma, problem yoxdur kimi dilimizə tərcümə oluna bilər. Buna sinonim olaraq don't worry də istifadə olunur. Məsələn, sorry, I'm late. No worries. No worries. No worries. Üçüncü ifadəmiz sounds good ifadəsidir. Bu ifadə adətən bir fikri bəyəndikdə istifadə olunur. Məsələn, let's meet at 7. Sounds good. Biz burada good sözünün yerinə başqa sözlər də istifadə edə bilərik. Məsələn, sounds great, sounds amazing, sounds super. Bu ifadələr də yenə bir fikri bəyəndikdə istifadə olunan bir ifadələrdir. Sounds good. Sounds good. Dördüncü ifadəmiz zarafat edirəm mənasına gələn I'm just kidding ifadəsidir. Bu ifadəni film və seriallarda tez-tez eşidə bilərsiniz. Məsələn, you owe me $100. What? I'm just kidding. I'm just kidding. Kidding. I'm just kidding, I'm kidding. I'm just kidding. Növbəti ifadəmiz biraz gözlə mənasına gəlir. Give me a second. Məsələn, give me a second, I'll be right back. Give me a second. Give me a second. Altıncı ifadəmiz that makes sense ifadəsidir. Bu ifadə yerinə görə, yəni kontekstdən asılı olaraq məntiqlidir, başa düşüləndir, ağla yatandır kimi mənaları gələ bilər. Məsələn, the shop is closed because it's Sunday. That makes sense. That makes sense. That makes sense. İndi deyəcəyim növbəti ifadəni əminəm ki, bir çoxunuz dəfələrlə eşitmisiniz. Bu ifadə bilmirəm, heç bir fikrim yoxdur mənalarına gəlir. I have no idea. Məsələn, where is Sam? I have no idea. Burada bir məqama diqqət yetirin ki, idea sözü ideya kimi oxunmur. Idea. Vurğu ikinci hecəyə düşür. No, I have no idea. I have no idea. Bizim dilimizdə olduğu kimi, ingilis dilində də vəziyyətə bağlıdır, vəziyyətdən asılıdır mənalarını verən bir ifadə var. Həmin ifadə it depends ifadəsidir. Məsələn, can you help me? It depends. Əgər depends sözündən sonra biz vəziyyət sözünü də vurğulamaq istəyiriksə, onda həmin sözdən sonra on sözünsü gəlir. Yəni, it depends on the situation. Vəziyyətdən asılıdır. It depends. It depends. Növbəti ifadəmiz hang on ifadəsidir. Bu ifadə də gündəlik danışıqda tez-tez istifadə olunan ifadələrdən biridir. Mənası biraz gözlə deməkdir. Məsələn, hang on, I'm coming. Hang on! Növbəti ifadəmiz gəlirəm, yoldayam mənalarını verən bir ifadədir. I'm on my way. Məsələn, where are you? I'm on my way. I am on my way. On my way home. Yes, I am on my way. Haqqında danışdığım bütün ifadələr gündəlik danışıqda tez-tez istifadə olunan ifadələrdir. Əgər film və serial izləməyi sevirsinizsə, bu ifadələrin hər birini tez-tez eşidəcəksiniz. Əgər bu video sizin üçün maraqlı olursa, bu videonun ikinci hissəsini də çəkə bilərəm. Ona görə də xahiş edirəm hər birinizdən rəylərdə öz fikirlərinizi yazın. Ümid edirəm və inanıram ki, bugünkü mövzu hər biriniz üçün çox maraqlı oldu. Əgər videonu bəyəndinizsə, videomu bəyənib şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.